Salam aleyküm, hər vaxtınız xeyirli olsun dəyərli treyderlərimiz. Bu günləri yeni ayın yeni ticarət həftəsidir. İyunun 2-sidir, birinci gündür və bu günləri Forex-la bağlı əsas belə deyim, alətlər üzrə müəyyən bir dərəcədə analiz edib sizin üçün paylaşacağam. Əgər sizə də bu faydalı olunsa, öz ticarət strategiyavızla uyğun tətbiq edə bilərsiniz. Düşünürəm ki, faydalı olar. Başlayalım euro-dollarla. Euro-dolların bu günləri səhər radələrində ümumi qrupda, məndə Telegram qrup da var. İstəsəniz ora abunə də ola bilərsiniz. Yəni linklər hamısı paylaşılıb. Dərc eləmişdim, yəni ümumi qrupa abunəçilər üçün Telegramda, yəni euro-dolların alışını. Texniki olaraq çox artım, yəni rahatçılıqla görsənir. Biz ümumi qiymət belə deyim, maksimum yenilənəndən sonra, təzələyəndən sonra müəyyən dərəcədə korreksiya olundu və bu korreksiya trend xəttlə müşahidə olunmuşdu və o trend xətti bu günləri günlük şamda bu bağlanılıb. Yəni demək olar ki, bu günləri yəni %90% bu şam bağlanacaq bu trend xəttin üzərinə. Ona görə də növbəti günlərdə ikinci, üçüncü günləri biz euro-dolların daha da yüksəklərə artımını gözləyə bilərik. Ümumi olaraq həmişə demişdim, yəni bir trend həmişə arta bilməz davamsız olaraq, yəni müəyyən dərəcə bir korreksiya olunmalıdır və yaxud da ki, flat olunmalıdır. Burada isə euro-dollarda isə bu korreksiya ilə müşahidə olunmuşdu, həcm yığılma məsələsi. Ona görə də bizdə hal-hazırdakı vəziyyətdə euro-dolların artımı prioritet məsələ olaraq qalır. Üstəlik də ki, bizdə burada belə bir alıcı diapazonumuz da var idi. Qiymət gördüyünüz kimi çox ideal şəkildə gəldi, onu test elədi və artıma davam elədi. Bu günlər həm mən özüm də, həm də qapalı qrupun abunəçilərim, həmçində ümumi qrupun abunəçiləri ilə birlikdə bazara daxil olmuşuq. Yəni alışlarımız var. Stop loss yerləşdirilib. 60 dollar civarındadır, 0,6%-da və take profitimiz isə bizdə 100 dollardır. 1% də bizdə take profitimizdir. Növbəti alətimiz bizdə Bitcoin-dir. Bitcoin-də dərc eləmişdim ümumi qrupda həmçində analizimi. Burada enişin gözləyirəm. Tarixi maksimum yazandan sonra təxminən 112 civarlarında oldu. 111. Ondan sonra bizdə korreksiyanın müşahidə olundu bu hərəkət. Ona görə həcm yığılmalı. Növbəti artım üçün, belə bir artım davam eləməsi üçün bizdə korreksiya mütləq olunmalıdır. Çünki hər bir alət, hər hansı bir alət, istər Bitcoin olsun, istər qızıl, neft, fərq yoxdur. Valutalar olsun, heç bir alət davamlı olaraq arta bilməz. Ya belə bir flat olmalıdır, belə bir flat olmalı və yaxud da ki, korreksiyandan həcm yığılmalıdır növbəti artımlarının olunması üçün. Burada da qapalı qrupun abunəçilərlə biz satışdayıq. Satış əməliyyatlarını açmışıq. Burada hal-hazırda stop loss'u rahatçılıqla çəkə bilərəm, təhlükəsiz yerdə saxlaya bilərəm və əməliyyatı müşahidə edirəm. 98.000 civarlarında Bitcoin'un enişini gözləyirəm. Yəni bu prioritet məsələ olaraq qalır. Ondan sonra da biz Bitcoin'un daha da yüksəklərə artırımını görə bilərik. İstələ bizdə belə bir səviyyədə diapazon var idi. Baxın, görürsünüz, qiymət buna bir neçə dəfə qıra bilməyib. Bu səviyyələrin üzərində ticarət olunur və ondan sonra qırandan sonra buralarda həmçində hərəkət yuxarı artımına qoymayıb qiymətin getməsinə. Ona görə də əsas prioritet məsələsi olaraq eniş qalır. Cooper'in demək olar ki, Cooper'da biz 4-cü həftədən bir ay olar ki, ümumi qrupun abunəçiləri ilə biz Cooper'i alışındayıq. Təxminən buralarda bizdə alış var idi. Hal-hazırda müşahidə edirik. Sadəcə olaraq bizdə burada flatdir. Yəni vurğulamaq istəyirəm, alət, hər hansı bir alət flatsız, həcmsiz gedə bilməz daim olaraq. İstər yuxarı trendə, istər aşağı trendə. Burada hal-hazırda bizə həcm yığılır və həcm bitəndən sonra düşünürəm ki, bu həcm buralarda bitəcək, yuxarılarda. Çünki bu Cooper'in özü bir metaldır. Yəni metalların artımını gözləyirsə, bu da təbii ki artacaq.
Sadəcə gözləmək lazımdır, bu flat bitsin və şam bu flatın üzərində bağlansın və ondan sonra artım 10.000-ə qədər gözləmək olar. Qızıl. Onu da vurğulamaq istəyirəm əziz izləyicilərim. Əgər sizə də maraqlıdır belə bir yüksək gəlirli görürsünüz, mən də 0.05 əməliyyatla girmişəm bazara və $1000 hal-hazırda plusdayım. Yəni əgər sizə də belə bir gəlirli əməliyyatlar, yəni pul qazanmaq istəyirsiniz Forex-dən, yəni Forex-dən ümumiyyətlə pul qazanmaq çətin bir şey deyil, çox asandır. Sadəcə bilmək lazım, nəyi necə eləmək, nə vaxt eləmək. Əgər sizə də maraqlıca belə bir yüksək gəlirli əməliyyatlar, yəni balaca lotla yüksək gəlirli əməliyyat açmaq və profil qazanmaq, mənim qapalı qrupum var, ödənişli qrupdur. O barədə kimə maraqlısa mənim Telegramla əlaqə saxlayıb bu barədə sizə şərtlərini izah edə bilərəm. Yəni çox az bir sayda Azərbaycanda demək olar tanımıram. Yəni dünyada isə çox biraz az sayda traderlər var ki, minimal lotla yüksək gəliri əldə edən bir traderlər. Yəni özümü tərəfləmək kimi çıxması, yəni mən bugünkünə görməmişəm. Siz görmüsünüzsə, məni ilə də paylaşın, mən ona baxmaq istəyirəm. Yəni durub 0.51 lotla, 2 lotla əməliyyat açıb $1000, $800 göstərmək, yəni o nənəmdir mənim bacarar. Yəni o trader demək olmaz həmin adama, scalpinglə, swing tradinglə məşğul olanlar. Növbəti əməliyyatımız bizdə gümüşədir. Gümüş də bizdə belə deyim, 3 budaq forması mı deyim, burada texnik analiz uyğun olur bəzi yerlərdə, onu izah edirlər, amma mən inanmıram. Sadəcə burada bir eniş tendensiyamız var idi. Ümumi olaraq mən artımı gözləyirim, sadəcə burada korreksiyadır. Korreksiyada bizdə belə deyim, daxili minimal korreksiya üzərində olmuşdu. Ondan sonra bizdə şam qırıldı və yüksək impulsda şamlarla biz yuxarılara artıma getmişdik. Mən ümumiyyətlə dəfələrlə başqa videolarımda izah eləmişdim sizə, ona da izləyə bilərsiniz, baxa bilərsiniz. Demişdim ki, gümüş gecikmiş bir alətdir. Yəni qızıl öz tarixi maksimumlarını yeniləyib, lakin bunu gümüş eləmir. Görürsünüz, gümüş 3500 öz tarixi maksimumunu yazıb. Lakin gümüş isə öz tarixi maksimumu qızılın yenilənməsinə baxmayaraq onu eləməmişdi. Ona görə biz hal-hazırda gümüşün maksimum yenilənəcəyini gözləyirik və o da baş verəcək. Bizdə heç bir alət qalmadı. Bir dənə də baxaq funt dollara. Funt dollarında həmçində artımını gözləyirəm. Mən yenə də ümumi qrupla biz alışlardaydıq təxminən buralarda. Oca qiymət enişə başlananda burada təxminən bağladıq. Şəxsən mən özüm bağladım və yenə də qiymət bu diapazon üzərindədir. Yəni bizdə artım prioritet məsələ olaraq qalır 1.37-50-yə qədər. Belə əziz traderlərimiz, izləyicilərimiz, Forex bazarında məşğul olan insanlar, sizə də bu video faydalı oldusa, öz ticarətinizdə tətbiq edə bilərsiniz. Daha da ətraflı məlumat əldə etməsi üçün Forex-la bağlı ümumi qrup var bizdə, Telegram qrupum, oraya abunə ola bilərsiniz. Daha da geniş məlumatlar, daha da siqnallar orada paylaşılır. Sağ olun, salamat qalın. Ticarət həftəsində sizə uğurlar arzu edirəm. Çoxlu take profitləriniz olsun.